Soyuq tər, panik atak yoxsa ürək tutması? İkisində də ola bilər. Sinədə sancma, panik atak Panik yoxsa ürək atak. tutması? Panik atak. Sol qola yayılan ağrı, panik atak, ürək tutması? Panik atak adətən hər iki qola yayılır ürək. Birdən başlayan ürək döyünmə, panik atak yoxsa ürək Hər tutması? ikisində ola bilər. Nəfəs ala bilməmək hissi, panik Hər atak yoxsa ikisində. ürək tutması? Barmaqlarda keyimə, panik atak Panik yoxsa atak. ürək tutması? Ürək bulanma və qusma, panik atak Hər yoxsa ikisində ürək? və burada deyəcəm, ürək bulanma və qusma ilə olan infarktlar ən ağır infarktlardır, onu mütləq deyəcəm. Bəli. Abdominal infarktı, adətən arxa divarın infarktları çox təzyiq qalxmır və belə xəstələr xilas Bu etmək o deyilləri, mən çox üzr istəyirəm, onu Azərbaycanda bilməm necə, yəni geniş yayılmış. Arxa divarın və yan söhbət o divarın infarktları infarktdan yox. gedir. Geniş yayılmışlarda ürək bulanma, qusma gecə. Adətən arxa divar, yan divar, bu divarlarda abdominal formada gedir. Sanki mədə ağrısı ilə ürək bulanma və qusma daha çox olur. Aydındır. Bunu hər ikisi dediniz, Hər eləmi ikisindən. cavabını? Baş gicəllənmə və huşun itməsi, panik atak yoxsa Hər ürək bulanması? ikisində ola bilər. Burada huş itməsi çox önəmlidir, onu da deyim. Panik atakda insan yavaş-yavaş huşunu itirər. Əlini bir yerə qoyar, özünü Bəli. qoruyar. Amma ürək huş itməsidirsə yaralanmalı huş itmədir. Çünki insanın beyin qan dövranı tamamilə pozula, bir də aylar ki yerdədir. Aydındır. 5 dəqiqədən çox davam edən sinə ağrısı, panik atak yoxsa ürək tutması? Hər ikisi ola bilər. Dərin nəfəs aldıqda artan sinə ağrısı, panik atak yoxsa? Adətən panik atak.